Kargo açılışıyla sizlerle birlikdəyim. Bunları bir həftədən çoxdur gözləyirəm. Aləm dəydi bir-birinə. Hətta bəziləri yoldadır və gec gələcəyi üçün artıq onları gözləmədən dedim çəkim, çünki burada xarab olacaq. Bir qutum var. Bir atmağa başlayacağım. Çox dəxilsiz kargolar var. Yəni bunu da onlayn sifariş verməzsən də deyəcəyiniz kargolar belə var. Hətta ondan biri burada üstədir, bilirəm nədir. Hazırsınız. Məncə buna Azərbaycan xalqı hazır deyil. Bildiyiniz Domestos'un tualet üçün təravətləndiricisidir. Yəni bunu mən Amazondan almışam, amma endirimdəydi ona görə. Yəni supermarket alış-verişlərində birbaşa 10 manat endirim eləyirdim. Keçək digər kargolarımıza tez-tez açmağa başlayaq, çünki artıq otağı qutu basıbdır. Yəni mən bunları nə edeyim bilmirəm artıq. Bunu da bilirəm nədir. Bunu niyə iki qutuya qoyublar? O da 80 dənə şeyə sarıblar, yəni. Bax, içindən bir dənə də öz qutusu çıxdı, yəni. Və yaxşı ki, diqqət elədim, bıçağı çox salmadım, çünki bıçaq bunu kəsdi. Nədir deyə soruşsaz, üzərində də yazıbdı pillow və nə yazıb? Inflatable. Yəni şişirilə bilir yastıqdır bu. Fotoğrafını yana yerləşdirərəm. Bunu kamp üçün almışam. Zaten görəsiz davamında nələr var. Keçək bir digər kiçik qutumuza. Bu nədir belə? Aha. Bu reklam deyil və test üçün almışam. Başımda tük qalmadığı üçün artıq biotinli məhsullara keçmişəm. Təcrübələrimi sizlərlə bölüşəcəm, çünki indi burada görəsiz bir dənə məhsul daha var. Bunları hər ikisini birlikdə istifadə edib öz təcrübələrimi sizinlə bölüşəcəm. Başımda tük qalsa sizə də bildirəcəm təbii ki bunu. Bu məhsulun 14 günü keçirdi deyə artıq açıb baxmaq məcburiyyətində qaldım. Monopoly. Bezdik orada burada oynamaqdan və dedim ki, mən özüm alacağım Monopoly-ni. Əslində burada gördüyünüz bütün məhsullar normalda gedib marketdən və yaxud da Trendyoldan almaq istəsəniz normal qiymətdən daha baha olacaq məhsullardır. Mən bu məhsulları bayağı, yəni ən minimal qiymətdən almışam. Siz yəni bu məhsulları girib axtarsaz, bu dəqiqə aldığım heç bir məhsulu o qiymətə tapa bilməzsiniz. Yəni de facto'nun bir poşetinə atıram. Gördüyünüz kimi belə qara rəngdə bir pantolon almışam. Qalındır, yəni qış üçün əla pantolondur. Keçək de facto'nun bir digər qutusuna. Vay, bayağı doldu bu. Bu şalvarı çox bəyəndim, baxın. Bayağı rəngi də qəşəngdir, dizaynını da bəyəndim. Sonra nə almışam? Boz rəngdə bir sweatshirt. Normalda mən boz rəngdə çox bir şey geyinmirəm. Uşaqlığımda da nəsə belə bir şey geyindiyimi xatırlayıram, amma bunun mavi rəngini daim almışdı. Hər birimizə, qardaşlar olaraq, hər birimiz bundan geyindik, amma akşində deyəsən boz idi, məndə mavi idi, mən elə xatırlayıram. Bir qəhvəyi rəngdə, tünd qəhvəyi rəngdə bir tişörtdür. Yenə Amazon. Bunu açmağa əslində yer qoyurlar. Sadəcə mənim mal olduğum üçün hardan açılır bilmirəm. Burada nə var? 2 ədəd kitab. Və bilirəm, mənim yaxınlarım təəccüblənəcək ki, yəni İbrahim həqiqətən bu kitabları oxuyacaqmı? Bəli, oxuyacağım, çünki bunlardan biri biznes alanında, digəri isə ümumi alanda Trendyolda ən çox satılan kitablar idi. Lakin Trendyolda satılmağına baxmayaraq mən bu kitabları Amazondan almışam və Amazonda Trendyol qiymətlərinin yarı qiymətləri idi. Biri rezonans qanunudur, digəri isə zəngin baba, yoxsul baba. İşte bu zaten məşhurdur, bir çox adam da storiesində görmüşdüm, amma bu qədər çox dəyərləndirilən, bu qədər çox satılan kitab olduğunu bilmirdim. Üstündən görə bilərsiniz nə yazılıb. Bayağı qutuya büküblər. Çünki bayağı da pul vermişəm yəni. Məşhur, hər kəsin bildiyi həmin o Solgar'ın biotinidir. 5000'lik olanını almışam, yəni ağır olanıdır. Dediyim kimi bu ikisini birlikdə test edəcəm. Əgər alınsa, uğurlu olsa və yaxud da uğurlu olmasa belə öz təcrübələrimi sizinlə paylaşacağım. Bu Koreyadan gəlib. Amma Koreyadan sonra Kayseriyə gəlib. Kayseridən də Antalya'ya mənim yanıma gəlibdir. Dostum Bahar və anası sağ olsun mənə kargoladı bunları. Bahar Koreyadan gətirdi, anası isə Kayseridən mənə göndərdi.
Bundan daha böyük yox idi, Bahar. Bu nədir? Bu boyda şey alarlar. Bu nədir? Manyak diye bu qız. 200 C vitamini al mən. Mənim C vitaminim əksik deyil. Sənə dedim dəmir al mənə, dəmir. Neyse bu bilmirəm hansı markadır, amma ən yaxşılarından deyəsən Yuhan vitamin C-dir. Bunu alıbdı, sağ olsun, sağ olsun. Təpəsinə dəysin deməyəcəm. Öpürəm onu buradan. 2 qutu alıbdı özdə. Və bir dənə də mənə vitamin B artı C-li bir həb alıb. Bu da bilmirəm yaxşıdır ya yox. Dedi ki, orada soruşdum. Ən yaxşılarını aldım dedi. Bunu artıq check-uplarda görəcəyik. Mənə necə təsir göstərdiyini. Bayağı ağırdır bu. Yandakı qutu açdı. Deyirsiniz ki, bu nədir? Belə də salıb getmək olur. Açım görün nədir. Bildiyiniz oturacaq. Yenə kamp üçün alınıbdır. İstifadə edəcəyimi düşünürəm. Qutusuna qoyum. Gördüyünüz kimi 2 ədəddir bundan. Biri də buradadır. Daha yığıcan bir şey gözləyirdim. Bu biraz məni məyus etdi. Bunu açaq, yəni bu artıq bozuldu, bozulacaq yəni. Bir açacağım və görək nələr var. Bir dənə ejder meyvəsi, amma yəni boyutları mənimlə eyni boydadır yəni. Sonra nə var? Bu çarkıfelekdir deyəsin, çarkıfelek meyvəsi var. Bundan 8 ədəd olmalıdır, 4 dənə də burada. Bayağı ən gözəl meyvələrdən biridir. İnternetdə yazsa zaten görərsiniz. Kiwi. Ən çox sevdiyim meyvələrdən biridir. Sadəcə çox yəndə ağızda yara eləyir, yəqin ki bilirsən, ona görə çox da yeyə bilmirəm. Bu nədir görən? Bu mənim 2 kilo köklərim. Kök ən sevdiyim meyvələrdən biridir. Tərəvəz tərəvəzlərdən biridir. Yəni xatır-xutur yeyirəm də. Deyirəm də ejder meyvəsindən bir dənə deyil. Bu boyda narma olar yəni. Bu nədir? Bu dəhşətdir. Bunlar niyə bu boydadır? Nə ilə yetişdirirlər bunlar bunu? Biri bunlardan tumlu, digəri isə tumsuz nardır. Bildiyiniz qırmızı dənələrinin içində birində tum var, digərində isə yoxdur. Bu Azərbaycanda bir çox insanın sevdiyi, amma mən Türkiyədə gəldiyimdən bəri görmədiyim, ilk dəfə onlayn satışda görüb aldığım məşhur feyxuamız. Bunu bir dənəsi qalmışdı. Mən çox ucuz qiymətdən aldım. Bu dəqiqə girib eyni məhsula baxsa, ən az 75-80 manat qiymət fərqi var. Başlanğıc üçün ən çox təriflənən Haypik çadır markasının çadırını almışam. Gördüyünüz kimi bu şəkildədir, amma ən sonda bunu açıb quraşdırarıq ki, görək nədir, nə deyil. Bu şəkildə rahat daşımaq olur. Burada da fotoğrafı mövcuddur. Sizi bir daha şoka salım yəni. İbrahim bu qədər qutuda nə almış ola bilər? Bu kuryerlər mənim əlimdən beziblər artıq. İstefa verəcəklər. Aman Allahım. Sırmanın qazozları. C vitaminli olanı. Karadut ve frenk üzümlü B vitaminidir deyəsən bunda. Ay nə qədər almışım. Ay bala endirimdir də. Bu qədər acgözdə olunmaz yəni. Allah. Hər 750 TL'yə, yəni təqribən 30-35 manat arasında 10 manat endirimlə almış o məhsulları. Dediyim kimi bu dəqiqə baxsaz o kuponlar yoxdur. Bir dənə də Ağsu yenə sırmanındır. Sadəcə bu sadə, dadsız, adi qazozdur. Çünki altdakı yenə qazozdur. 3 dənə C vitaminli yenə qazozdan. Ya 3, 6, 18, 42 ədəd 1 litrlik su sifariş etmişəm. Və sonuncu qutudayıq. Yenə sizi şoka salacaq məhsullardan biri olduğuna əminəm. Ki, yəni İbrahim bunu necə onlayn ala bilmirsən də deyərsiniz. Onlayn almışam və Səl baxın, tualet kağızı. Burada mağazalarda bayağı bahadır. Yenə dediyim kimi hamısını 750 edib sifariş verdiyim üçün hamısını 10 manat endirimlə almışam. Sleepy.
ən çox istifadə elədiyim kağıt havludur yəni. Bura qutu əlindən partlayır. Mən bunları hansı üzdən düşüb aşağıda zibil qutusuna atacam bilmirəm yəni. Buraları biraz yığışdırım, səliqəyə salım, sonra da çadırı quraq. Bayağı yoruldum. Çadıra keçə bilərik. Nədir, nə deyil, heç bir fikrim yoxdur. Bu nə boydadır, üzr istəyirəm amma. Bunu təzdən bükmək var. Gördüyünüz kimi qurmağa çalışdım, amma ən sonunda bu üstünü bağlamağa heç halım yoxdur. Yəni bayağı bir yoruldum da. Yəni bu qədər yorulmaq mümkün deyil. Qan tər götürdü məni. Amma qəşəng olduğunu düşünürəm. 2 nəfər üçün maraqlıdır. Sonuncu ən böyük karqom da burdadır. Videonu bəyəndinizsə bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Daha sonraki kargo açılışlarında görüşənədək.